Salam aleykum əziz xanımlar, hər vaxtınız xeyirli, bərəkətli olsun. Yeni videomda kanalımda hər birinizi xoş gördüm. Axır ki, nəhayət ki, gözlənilən səsli vlog gəldi. Bir çox qızların istəyini nəzərə aldım. Çox qızlar deyirlər ki, səsli video çək. Mən də düşündüm ki, bu qədər istək varsa artıq səsli olaraq davam edim. Düzdür, çox həyəcanlıyam. Çoxdan da bu işi görmədiyim üçün sanki birinci dəfədir səsli video çəkirəm. Əslində mən elə bilirdim ki, mənim üçün asan olacaq səsli videoyla davam etmək, amma belə baxıram ki, çox çətindir, həyəcanlanıram, nə bilim, səsim titrəyir. Düzü, uzun müddət səs yazanda da biraz boğazım qıcıqlanır, arada yəni elə hallar olsa üzürlü sayın. İlk kanalımdan məni tanıyan qızlar üçün artıq səsim tanışdır, əgər unutmayıblarsa. Amma yeni izləyənlər üçün yenidir səsim, ümid edirəm sıxıcı, darıxdırıcı olmaz sizlər üçün. Çalışaram, maraqlı videolar çəkim, maraqlı mövzular haqqında danışaq. Səssiz video çəkməyə, yəni mənə heç kim qadağa qoymamışdı ki, səsli video çəkmə, sadəcə bu öz istəyimlə bağlı idi, öz ruh halımla belə deyək bağlı bir şey idi. Çünki yeni qoşulanlar üçün deyim, bu mənim ilk kanalım deyil. Hardasa 2020-2021-ci illərdə eyni adlı səsli kanalım fəaliyyət göstərirdi. Və bir çox buradakı qızlar da məni oradan tanıyırlar. Və o zaman mən səsli videolar çəkirdim. Kanalım yaxşı idi, abunəsi yaxşı idi, baxış sayları yaxşı idi, pul qazanma açıq idi. Çox qısa bir zamanda yaxşı izləyici yığa bilmişdim. Yaxşı baxış saylarım var idi. Və o zaman səsli videolar çəkəndə, yəni istər-istəməz səsli video çəkdiyin zaman bütün videonu danışmalı olursan. Çünki məndə videolarda musiqi qoşulmur və bu yüzden mən siz sıxılmayasınız deyə yəni danışırdım bütün video boyu və istər-istəməz fərqli mövzular üzərində danışdığımdan rəylərdə də fərqli düşüncəli insanlar olurdu, hərə bir rəy yazırdı. Yaxşı yazanlar da olurdu, negativ yazanlar da olurdu, tənqid yazanlar da olurdu, bəziləri təhqir də yazırdılar və bu istər-istəməz insana çox təsir edirdi. Yəni nə qədər bunu vecimizə almamağa çalışsaq da, yəni biz insanıq, normal insan olduğumuzdan, hələ ki mənim kimi bir insan, mən hər şeyi ürəyimə salan insanam. İstər-istəməz bu mənə yəni yığılırdı, üst-üstə yığılırdı, təsir edirdi. Bəlkə də həmin kanalımı tərk etməyimin səbəbi bəlkə də elə bunlar oldu, bu rəylər oldu, üst-üstə yığıldı. Ona görə də yeni kanalımda biraz qorxurdum səsli video çəkməyə. Çünki düşünürdüm ki, yenə yəni həm bu cür rəylər yazacaqlar. Yəni pis rəylər deyəndə qızlar bunu səhv anlamayın. Mən demirəm ki, mənim kanalımda yalnız gəlin məni tərifləyin, mənə xoş sözlər yazın. Bu belə deyil, əlbəttə ki. Yəni xoş sözlər yazan qızlar bilirəm ki, yəni mən artıq birsiz izləyicilərimin bir çoxunu sanki xasiyyətlərini tuta bilirəm. Daimi izləyənlərimi deyirəm, əlbəttə ki. Yəni baxıram ki, rəy yazanda, yəni həqiqətən insan bunu ürəkdən yazır. Və həmişə demişəm ki, mən sağlam kritikaya açıq insanam. Yəni nə xoşunuza gəlmirsə, yerində bir rəy olsa, yəni tənqid edin. Mən də baxıram həmin tənqidə, baxıram ki, insan həqiqətən də, yəni bu tənqidi yerində elib və həmişə bundan razılaşmışam. Demişəm ki, yəni düz deyirsiniz. Sonra çalışmışam, bunu düzəldim. Əslində bu cür rəylər mənim xeyrimədir. Çünki mən də insanam, mən yəni professional deyiləm. Sıradan bir insanam, mən də səhv edə bilərəm, nəyisə düz göstərməyə bilərəm, nəyisə düz deyə bilmərəm. Bu çox vaxt mənim başıma belə şey gəlir ki, mən fikrimi əslində başqa cür düşünürəm, amma fikrimi tam izah edə bilmirəm. Çünki danışdıqca cümlələr yadımdan çıxır və tez-tez danışmağa çalışıram, bir mövzunu atlayıram, başqa mövzuya keçirəm və burada artıq dediyim cümlələrin arasında uyğunsuzluq yaranır. Və bu yüzden düşündüm ki, artıq yeni kanal açım, yeni kanalda tam səssiz olaraq, yəni heç niyyətim yox idi ki, mən bu kanalda səsli video çəkim, amma yəni gedişat özünü göstərdi. Yəni baxdım ki, səssiz videolar çəkmək mənim kimi, yəni mən ASMR formatında əsasən videolar çəkirdim. Bir var sürətləndirilmiş video olsun, üstünə musiqi qoyursan, bu asandır əlbəttə ki, amma ASMR formatı elə bir formatdır ki, burada çoxlu fərqli rakurslar olmalıdır, xırda-xırda montajlar olmalıdır. Hələ ki o üstünə yazılan yazılar, bunlar məni çox yorurdu. Hər dəfə düşünürdüm ki, videonu montaj etmək lazımdır. Videolar çəkirdim, yəni
mütəmadi olaraq gördüyüm işləri video çəkirdim. Amma onların montajı yadıma düşəndə ki, bunu bax belə xırda detallar var, hələ sonra üstünə o yazıları yazmaq və bu hər dəfə bu işləri artıq görmədən mənim beynim yorulurdu və hər dəfə ertəliyirdim. Belə-belə gəlirdi, çıxırdı hardasa. Ayda bir dənə video ya 2 dənə video məndə olurdu ya yox. Və bu da əlbəttə ki, mənim kanalımın gedişatına çox böyük təsir elədi. Çünki ilk kanalımda çox qısa bir müddətə, bir aya, ay yarıma mən bütün YouTube'un yəni şərtlərini yerinə yetirmişdim. Yəni 1000 abunə sayı olsun, 4000 saat olsun. Amma burada bilirəm ki, yəni bu öz səhlənkarlığımdan oldu. Əgər mən tez-tez video paylaşsaydım, çox tez bir zamanda bu şərtlər məndə yəni bütün pul qazanma deyək də, pul qazanma açılardı tez bir zamanda. Halbuki məndə bu çox gec oldu. Hardasa bir 2 həftə olar ki, kanalımda pul qazanma artıq aktivdir. Və bu pul qazanma açılandan sonra bilirsiniz, indiyə kimi buna bir hobbi kimi baxırdımsa, amma pul qazanma açılandan sonra istərsiniz insana sanki bir motivasiya gəlir, ruh yüksəkliyi gəlir. Yəni baxırsan ki, durduğun yerdə heç yerdən, yəni sənə az da olsa, necə deyirlər, dama-dama göl olar. Az da olsa oradan gəlir və sənin əlindədir ki, sən bu gəliri çoxaldasan. Və düşündüm ki, onsuz da əgər mən bu işi görürəmsə, niyə də elə oradan da gəlirim gəlməsin, mənim də bir ailəyə qatqım olsun, az da olsa yenə də bir qatqıdır da. Yəni oturduğumuz yerdən, evdən, düzdür, demirəm, asan işdir, çox çətin işdir qızlar. Yəni bu video çəkmək, vlog çəkmək çox çətin işdir. Kənardan bu işi heç vaxt görməyən insan üçün bu asan bir iş kimi görsənir, amma həqiqətən də çox çətin bir işdir. Hələ ki evdə əgər məni kimi, yəni ailə üzvlərini göstərmədən, öz üzümü göstərmədən, hələ ki səssiz olaraq video çəkirsənsə, bu 2 qat, nə bilim 5 qat çətin bir işdir. Və buna görə də mən artıq düşündüm ki, belə davam edə bilməz. Videolarım çox gecikir, videolar yığılır, telefonumda yığılır. Artıq 1 ay, 2 ay gecikməklə onları montaj edirəm. 2 ay, 1 ay gecikməklə mən onları paylaşıram. Özümə də xoş gəlmirdi və düşündüm ki, özümü toparlayım. Səsli videolarla davam edeyim. Çünki səsli asandır. Daha ümid edirəm, yəni yenə də söz vermirəm, amma ümid edirəm ki, səsli olaraq daha tez-tez videolar paylaşaram. Və bir çox qızlar yazırdılar ki, əlbəttə hamısı yox, sadəcə bəzi qızlar yazırdılar ki, yəni səssiz videolar bir müddət sonra artıq sıxıcı gəlməyə başlayır. Yəni səsli daha maraqlıdır. Mən əlbəttə ki, videolarımı daha maraqlı olsun deyə səsli olaraq davam etmədim. Sadəcə tez-tez video buraxa bilim deyə buna görə səsli olaraq davam etdim. Çünki mənim üçün videonun maraqlı olub-olmamağı, yəni səsli və yaxud da səssiz olmağına bağlı deyil. Çünki o qədər kanallar var ki, istər bizdə yerli kanallar olsun, istər xarici kanallar olsun, onlar səssiz videolar çəkirlər və onların kifayət qədər böyük kütlələri var, abunəçiləri var, çox böyük izlənmələri var. Onlar hətta bu formada reklam da götürə bilirlər. Yəni yaxşıdır, qazancları var. Ona görə mən düşünürəm ki, bu bununla bağlı deyil. Sadəcə mən bunu çox düşündüm və nə ilə əlaqələndirdim ki, bizdə Azərbaycanda bu formada video izləyən xanımların çoxu evdar xanımlardır. Yəni mən özüm də, yəni evdar qadınam. Ona görə düşünürəm ki, yəqin bu əslində vaxt çatışmamazlığıyla bağlıdır. Çünki xanımlarım mənim də həmçinin əksər vaxtımız mətbəxdə keçir və əksəriyyətinin vaxtı yoxdur ki, onlar otursunlar diqqətlə. Yəni səssiz video elədir ki, onu oturub gərək izləyəsən. Yəni belə ötəri gəldim, baxdım, belə olmur. Onu izləməlisən. Orada blogerin yazdığı bütün cümlələri oxumalısan ki, anlayasan ki, orada nə demək istəyir, video nə haqqındadır. Və düşündüm ki, bir çox xanımların yəqin buna vaxtı yoxdur. Ona görə də çox qızlar səsli video istəyirlər ki, yəni işlərin görə videonu qoşsunlar, necə deyərlər, dinləyərək izləsinlər. Mənim özümdə də belə olur ki, mətbəxdə hansı videonu qoşanda o videonu mən dinləyərək izləyirəm. Düzdür, əsasən mən televizordan izləyirəm blogerləri. Bu da ki, məndə çox gec olur. Əsasən həftə sonu uşaqlar evdə olmayanda televizor mənim əlimə düşür. Yoxsa bütün günü belə mən gedib bütün ailənin qabağında hansısa bir vlogu açıb izləyə bilmirəm, nə yalan deyim. Mənim xoşuma gəlir, mən tək olum və yalnız olanda həmin vlogu izləyim. Və belə mən bu qızların, necə deyərlər, psixologiyasını anladım, tutdum və düşündüm ki, artıq özümü toparlayım və davam edim səsli videondan. Təbii ki, bilirəm ki,
səsli video çəkəndə ola bilsin daha tez abunəçi sayı da artır, baxış sayı da ola bilsin daha çox olacaq. Yenə də bilmirəm, yəni xeyirlisi Allahdan. Amma yəni belə təxmin etdiyimə görə düşünürəm ki, yeni abunəçilər gələcək. Onların içində yaxşı qızlar da olacaq. Yəni arasında pis insanlar da olacaq. Onlarsız heç cür mümkün deyil. Onlar necə deyirlər, dadı duzudur. Zarafat edirəm əlbəttə ki. Və çox düşündüm ki, yəni bunlarla mən necə baş edəcəm? Yəni çalışacağam ümumiyyətlə çox pis təhqir yazan insanları blok edim ümumiyyətlə. Əlbəttə ki, yenə də ürəyimə salacağam onların sözlərini, amma blok edəcəm. Və düşündüm ki, yəni əgər mən kanal aparıramsa, videolar paylaşıramsa, yəni bunlarsız heç cür mümkün deyil. Bu hamıda olur. Bütün hətta böyük blogerlərdə belə o qədər pis rəy yazanlar olur ki, yəni dünyada həyatdır. Yəni necə həyatımızda elə, yəni sosialda da, internetdə də eyni insanlar da, pislər də olur, yaxşılar da olur və təbii ki, pis yazanlar çox azdır qızlar. Yəni 100 nəfərə bir dənə pis rəy ya ola bilər, ya yox. Və şükür Allaha ki, indiyə kimi kanalımda belə pis rəy yazan xanımlar olmayıb. Amma ümid edirəm bundan sonra da olmaz. Allah mərdimazardan qorusun, necə deyərlər. Amma yenə də deyirəm, nə bəyənməsəz, nə xoşunuza gəlməsə, siz yenə də tənqid olaraq, yəni mən tənqidə normal yanaşıram. Tənqidi yazın, mən baxıram, yəni baxıram əgər yerində tənqiddirsə, bunu boynuma alıram, yazıram ki, çox düz deyirsiniz, gələn dəfə mən bunu düzəltməyə çalışaram. Amma baxıram, əgər yersiz tənqidsə, yəni bəzi insanlar olur, rəy xətrinə rəy yazanlar. Əgər yersiz tənqidsə, mən təbii ki, bu insanla necə deyirlər, spor edirəm, deyirəm ki, yəni belə deyil. Əlbəttə o insanı blok etmirəm, sadəcə yəni öz fikrimi çatdırmaq istəyirəm ki, yəni əslində onun dediyi düz deyil. Belə yəni qızlar. Və ümid edirəm ki, bu danışıqlarımla sizi yormaram. Çünki mən əslində həyatda qapalı insan olsam da, çox belə ətrafımda insan olmağını xoşlamıram, çox tanışlıqlar qurmuram yeni. Amma belə danışanda, yəni tanışlarla danışanda biraz çox danışan insanam. Və videolarda da yəqin biraz məni çox danışan görə bilərsiniz. Çünki hansısa mövzunun ətrafında geniş danışmağı xoşlayıram. Bilirəm bu çox insanları yorur, amma çox insanların da bu xoşuna gəlir geniş danışanda. Və ümid edirəm bu sizi yormaz. Mənim belə biraz ətraflı danışmağım. Və kanalım da ki, əvvəldən dediyim kimi motivasiya kanalıdır. Sadəcə motivasiyadır, ev işləridir, alış-verişdir. İndi səsli olduqdan sonra yenə alış-verişlərin qiymətlərini sizə deyəcəm. Hardan aldıqlarımı deyəcəm. Nəsə faydalı bir şey tapanda onu sizlə bölüşəcəm. Necə ki, bunu əvvəlki kanalımda eləyirdim. Və burada yəni bu dediklərimdən başqa heç bir şey olmayacaq. Şəxsi həyatıma dair heç bir şey olmayacaq. Nə özüm barədə, nə ailəm barədə. Düşünürəm bu heç lazım da deyil. Çünki kanalımın mövzusu o deyil. Əvvəldən də yəni mən necə deyirlər, sərhədləri qoymuşam ki, mənim kanalım bu barədədir. Şəxsi həyat düşünürəm ki, heç maraqlı da deyil. Mənim özümə də yəni bu tip videolar izləyəndə əgər video xoşuma gəlsə, artıq o blogerin şəxsi həyatı, kimliyi, adına kimi mənə artıq maraqlı olmur. Mən sadəcə onun çəkdiyi videonu izləyirəm, mənə maraqlıdırsa. Amma yenə də sizi maraqlandıran sualları yazın. Şəxsi həyata aid olmayan təbii ki. Yenə də siz yazın, mən baxsam ki, hansılar ki, çox şəxsi həyata daxil olmayan suallardır. Onları çalışaram, cavablandırım. Yəni də sizi nə maraqlandırsa, siz sual olaraq yazarsınız. Və yenə deyirəm ki, ümid edirəm ki, bundan sonra daha sıx-sıx videolar paylaşaram. Çox tez də yəni söz vermirəm. Ən azından çalışaram həftədə heç olmasa bir dənə də olsa video atım. Amma arada olur, baxırsınız ki, yəni həftədə 2 dənə videoda paylaşa bilərəm. Yəni Allah kərimdir, zaman göstərər bunu. Bu videondakı səsli video olaraq, yəni tanışlıq videosu olaraq qəbul edin. Əslində bu videonu mən səssiz olaraq nəzərdə tutmuşdum. Yəqin çəkilişindən də görə bilərsiniz. Amma düşündüm ki, siz sıxılmayasınız deyə bu videonun üstünə səs yazım və həm kadr müxtəlifliyi olsun, həm məni dinləyin. Biraz uzun danışdım. Çalışacağım növbəti videolarda belə uzun danışmayayım. Yenə yazarsınız. Yəni sizə maraqlıdırsa danışa bilərəm. Uzun, bütün vlog boyu danışa bilərəm ki, sıxılmayasınız. Yox, əgər çox danışıramsa yazarsınız yenə də. Çalışaram az danışım. Belə qızlar. Növbəti videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Allah'a əmanət qalın.